Bismillahirrahmanirrahim. İnsan hərdən belə bir sual vermək istəyir ki, Həzrətin evi hardadır? Yəni İmam Zaman Əleyhisselamın evi hardadır? Mərhum Əllamə Misbah Yazının bir yazısını oxudum. Dedim bu yağışlı, qarlı havada onu sizdən bölüşəm. Hərdən indi bəzi məqalənin müəyyən yerlər yadımdan çıxır. Telefona baxıram, üzrlü hesab edin inşallah. Həzrətin evi hardadır? Əgər bir qəlb İmam Zamanın evi olmaq istəyirsə, Həzrətin məskən saldığı yer təsadüfi deyil. Bunun mənəvi şərtləri var. Mənəvi çirk və günah iyi gələn bir qəlb o Həzrətin evi ola bilməz. Yalan qəlbi çürüdür, qeybət qəlbi iyləndirir. Möminə qarşı kin saxlamaq qəlbi zəhərləyir. Belə bir qəlb İmam Zaman Əleyhisselamın evi ola bilməz. Yəni bu qəlb, bu ev ona layiq deyil. Əgər Həzrət İmam Zaman Əleyhisselam bu qəlblərin yanından sadəcə ötüb keçsə belə, bu artıq böyük bir lütfdür. Amma insan qəlbdən bağlananda, buyurur ki, göz yaşı ilə təmizlənəndə, dünyadan üz çevirib diqqətini Allaha yönəltdikdə Həzrət nəzər salır və xüsusi inayət göstərir. Əgər bir qəlb imamın evi olmaq istəyirsə, bu sadəcə arzu deyil. Təmizlənmə, daxili dəyişmə və mənəvi yetişmə yoludur.